أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Belə bir mövzuda zikr edəcəm. Bunu bir neçə müsəlman uzun vaxtdan bəri xahiş ediblər və demişdim ki, danışacağım bu barədə. Mövzu nədir? Bəzi insanlar son illər, son 2-3 il keçmişdə belə şeylər yox idi. Yaygındır, hamı da bilir. Sosial şəbəkədə, xüsusən indi ən məşhur platforma olan TikTokda əgər girib ora baxsan görərsən ki, bir dəfə çevirsən, üzr istəyirəm, fahişə gələcək. Bir dənə çevirirsən, görürsən ki, cavan uşaqlardır. Saqqallı zaddır, saçların zadını zadırlar. Niqablı qızlar din müzakirə edirlər. Güya kiməsə din anladırlar. Belə bir hal var. Hamı bilir bunu, hamı görür. Heç kimin də xoşuna gəlmir, ancaq var. Bu pis bir haldır. Çox iyrənc, çirkin bir haldır. Və onların da əksəriyyəti baxırsan gənclərdir. Sosial şəbəkənin xidmətindən istifadə edirlər. Hər bir telefonu var, açır orada, böyük söhbətlər eləyir. Keçmişdən, gələcəkdən, İslam tarixindən, Quran təfsirlərindən, firqələrin şübhələrindən, onlara cavabdan, məzhəblərdən, İslam tarixində Əməvilər belə deyiblər, Abbasilər onlardan daha yaxşı olub. İbn Teymiyyə belə deyib, ancaq belə desəydi daha yaxşı olardı. Belə söhbətlər edirlər ki, o ölçülərinə baxırsan adamların, baxırsan ölçü heç nə. Heç bəlkə yaşadığı evdə divarın o yüzündə qonşu tanımış ki, kimdir bu? Ancaq sosial şəbəkədə belə bir iyrənc bir, çirkin bir ab-hava yaradıblar. Bu sosial şəbəkə əslində həqiqətdə dəvət meydanı deyil. Yəni elə ki, bir insandır və qarşısında da bir güzgü var. İnsan onun hansıdır? Güzgüdə görsənən yoxsa özü? Təbii ki, özü. Güzgü onun yansımasıdır. Sosial şəbəkə də sosial həyatda real həyat deyil. Real həyatın yansımasıdır. Yəni, bütün ciddi işlər həyatda qurulur, real həyatda. Misal üçün, birisi ailə qurursa, normal real həyatda qurur. Birisi bir dövlət qurursa, sosial şəbəkədə qurmur, onu həyatda qurur. Birisi nəysə bir ticarət qurursa, onu həyatda qurur. Sadəcə sosial şəbəkə onun nəyidir? Bir güzgüsüdür. Ya pis, ya yaxşı. Yəni, əslində İslam dəvətinin meydanı canlı həyatdır. O sosial şəbəkədə böyük danışan həmən o uşaqlar, gədə-güdələr. Onları bıraxsan Azərbaycanın yaxşı o, misal üçün o, insanların çox olan yerinə, bırax onu apar, misal üçün İmişlidə mal bazarına. Ya apar onu Gəncədə sərçə bazarına bırax gələn ki, müşrik deyirsənə bunlardır. Gir bunlarla danış görüm elə. Götürüb onu tullayacaqlar dərənin dibinə. Heç danışa bilməyəcək orada. Sosial şəbəkədə asandır. Gəç çıx bir toyda bir 100 adamın qabağına bir anlat görək 2 cümlə. Bir yasda, bir bayramda. Yəni, Peyğəmbərlərin Quran-ı Kərimdə qissələrinə bax, dəvətləri harada aparıblar? Tağutun sarayında, Firavunun sarayında, Məkkədə müşriklərin bütə ibadət etdikləri Kəbənin ətrafında, Əbu Sufyanların, Əbu Cəhəllərin, Əbu Ləhəblərin üzünə aparıblar dəvəti. Yəni, əslində dəvətin yeri həyatdır, canlı həyatdır. Sosial şəbəkə sadəcə, misal üçün, bir zikr məclisidir, bir nəsə alim, bir elm tələbədə dil anladır. Sosial şəbəkə də ona faydadır. Elə bir ki, onu biraz da nə edir? Daha çox kütlələrə, daha çox insanlara çatdırır. Ancaq həqiqətdə əslində sosial şəbəkə dəvət meydanı deyil. Niyə? Çünki sosial şəbəkə bir, misal üçün, bir platformadır. TikTok, onun sahibi var və cərəyan edir internet üzərindən. Ölkədə internet var, elektrik enerjisi kimi. Nə də ki, elektriki söndürəndə Mingəçevirdən heç yerdə işıq yanmır. İnternetin də Mingəçevir kimi bir yeri vardı. Oradan söndürsələr, hər şey qutardı. Misal üçün, bir 10 il, 15 il bundan qabaq yox idi, indi var. İnterneti söndürsələr nə olacaq? Dayandı hər şey. Yox, dəvət həyatda baş verir. Real həyatda baş verir.
Heç bunu anlamırlar, bunu bir-birindən ayırt edə bilmirlər. Cavan, gənc, uşaq, oğlan, qız çıxıb orada elə söhbətlər aparırlar ki. Heç o söhbətləri alimlər aparmırlar. Aparsalar girib bir gizli otaqda öz aralarında danışırlar onu ki, birdən bu danışdığımız cahillərin içərisinə çıxar. İnsanlar dilində şübhəyə düşər. Əslində, həqiqətdə elm əhli var yer üzərində. Alimlər də var, elm tələbələri də var. Həqiqətdə onların həyatına baxırsan, heç onlar sosial şəbəkədən bir o qədər istifadə eləmirlər. Və bu dini, İslamı, Allahın, Rəsulunun, İslam dəvətinin heybətini kiçildir. Çünki sosial şəbəkədə həmən o sapıq, o çevrədən başqa o qədər insanlar var ki orada. Yəni adi dinsiz insanlar, müşriklər, hər cür insan var. Onların da qarşına onlar çıxanda baxırlar, deyirlər ki, bu İslam dinini təmsil eləyən, danışan, anladan bunlardır. Əslində güveyində onlar orada nəsə bir fayda məqsədi ilə otururlar orada saatlarla. Əslində zərər vururlar. Əslində zərər törədirlər. Və bunun, bu murdar, çirkin, eybəcər mənzərənin olmasının şəriətlə səbəbləri var. Müxtəlif səbəbləri var. Və bunların belə çıxıb, elə cəsarətlənib, elə uşağın din tartışması elə yerlərdə ən birinci dinin hakim olmadığı, şəriət dövlətinin, şəriət əmirliyinin, şəriət məhkəməsinin olmadığı yerlərdə baş verir. Düşün ki, İslam tarixinə baxsan, gör Əməvi dövlətində, Abbasi dövlətində, tutaq ki, o dövrdə sosial şəbəkə olardı, hamı asardı, ağzına gələni danışardı. Dövlət heç vaxtdan icadə verməzdi. Niyə? Çünki dövlət, İslam dövləti ən birinci vəzifəsi dini qorumaqdır. İslam dövlətinin, İslam şəriətinin ən birinci vəzifəsi dini qorumaqdır. Belə bir xüsusi elm var, adına məqasid-i şəriyə deyilir. Şəriət əhkamlarındakı məqsədlər və bütün ümmət ittifaq edib ki, şəriət əhkamının tətbiq edilməsində 5 məqsəd var. Birinci, din qorunur şəriət olan yerdə. İkinci, insanın canı qorunur. Üçüncü, insanın ırzı qorunur. Üçüncü, insanın malı qorunur. Dördüncü, insanın əqli qorunur. Allah şəriəti bu 5 şey qorunsun deyə nazil edib. Allahın dini şəriətin tətbiq edilməsində necə qorunur din? Ağzına gələn danışanın cəzalanır. İslam şəriətində dinin qorunmasının Allah tərəfindən qorunmasından ötürü vacib edilən ibadət nədir ümmətə? Küfr əhli ilə, şirk əhli ilə, İslam düşmənləri ilə cihad eləmək. Cihad niyə edilir? Xaricdə kafirlərlə, daxildə də bidətçilərlə. Din qorunsun deyə. Məqsəd budur. Allah cihadı niyə fərd edib? Cəzanı niyə fərd edib? Qitalı niyə fərd edib? Din qorunsun. Şəriət olmayla din qorunmur. İkinci, insanın canı qorunur. Necə? Müsəlmanın malı, canı, ırzı haramdır. Bir müsəlmanı öldürəcəksən, şəriət olan yerdə səni öldürəcəklər. Dolayısıyla qisas hökmünün olması insanların nəyini qoruyur? Canını qoruyur. Şəriət hökmlərin tətbiq edilməsindəki məqsədin ikincisi budur. Üçüncü, insan ırzı qorunur. Küfr bəldələrində insanların ırzı qorunmur. Şəriət bəldəsində, şəriət hakim olan yerdə insanın ırzı qorunur. Necə? Zina edəcəksən, öldürəcəklər səni. Subaysan, şallaqlayacaqlar, sürgün edəcəklər və s. və ilə axır. Dolayısıyla zinanın üzərində Allahın qoyduğu cəzalar insanların ırzını qoruyur. Şəriət hökmündəki tətbiqin üçüncüsü budur. Dördüncü, insanın malı qorunur. Müsəlmanın malı haramdır. Müsəlmanın malına haqsız yerə əl atacaqsan, əl keçəcəklər. Dolayısıyla mal qorunur. İnsanın əqli necə qorunur? Allah subhanahu wa ta'ala xamr adı altında bütün əqlin sərxoş edən hər şeyi qadağan edib. Allahın insana verdiyi ən böyük nemətlərdən birisi heyvanlardan fərqləndirdiyi əqildir. Əqli nə isə
sərxoş edirsə, hamısı haramdır şəriətdə. Onu edən də, onu düzəldən də, onu satan da, onu istifadə edən də cəzalanır şəriətlə. Və dolayısıyla şəriətin tətbiq edildiyi yerdə insanların əqli qorunur. Buna ümumi bir yerdə deyilir ki, məqasidu şəriətu xamsa, şəriət hökmlərinin tətbiq edilməsindəki 5 məqsəd. Birincisi dinin qorunmasıdır. İndi belə bu kimi yerlərdə kim dindən ağzına gəldi danışır? Bilən, bilməyən, kafirlər danışır, müğənnilər, baxırsan fahişə də dindən danışır. Misal üçün, həkim də dindən danışır. Və TikTokda uşaq-muşaq çıxır, dini müzakirələr qururlar. Kim düz deyir, kim səhv deyir. Bu ayət buna aiddir, ona aiddir. Cədəlləşirlər orada. Niyə? Çünki cəza yoxdur. Əmin olsalar ki, onları izləyirlər. Dindən ağızlarına gəldiklərini danışdıqlarına görə cəzalanacaqlar, danışarlar. Çıxsınlar bir dənə məşhur, bir dənə böyük bir siyasi xadimdən danışsınlar orada. Danışarlar, yox. Niyə? Çünki adam sarıdalar, niyə danışırsan? Elə mövzular var ki, onu açıb danışa bilməzsən. Niyə? Çünki bilir ki, danışsa ardınca nə olacaq? Cəza olacaq. Ona görə danışmır. Cəzasızlıq. İnsan qınanmır, təqsirləndirilmir, cəzalandırılmır. Rahat da ağzına gəl danışır. Ən birinci səbəb budur. Osman ibn Affan radiyallahu anhu deyir ki, İnna Allaha la yaza'u bis sultan ma la yaza'u bil Qur'an. Deyir Allah sultanla yəni güclə, dövlətlə, əmirliklə, cəza ilə, sultan, güc. Deyir ki, Allah sultanla ortadan qaldırdığı fitnəni və yaxud da bir zərəri Quranla qaldırmır. Nə deməkdir bunun mənası? İmam Səməəni öz təfsirində deyir ki, Osman ibn Affanın sözünü şərh edərək. Və mənahu mə la yəmtəni'un nəs minhu xawfan minəs sultan əksər mimmə yəmtəni'un nəs minhu xawfan minəl Qur'an. İnsanların çoxsu sultandan qorxaraq çox əməldən qaçırlar. Ancaq Qurandan qorxub qaçmırlar. Yəni, Quran Allahın kitabıdır. Aç oxu gör Allah sənə nə deyir. Allah sənə deyir ki, Lə təqfu mə leysə ləkə bihi ilmun. Elmin olmayan şeyin ardınca getmə. Qorxur. Qorxmur. Xeylə ağzına gələni danışır. Yəni, Qurandan nəsiyyət alıb pis əməldən çəkinmir. İnsanların əksəriyyəti. Lakin sultandan qorxub çox adam pis əməllərdən uzaq olur. Sultan kimdir? Əmirdən, rəhbərdən, qazidən və cəzadan. Bu kimi yerlərdə də cəza olmadığına görə adam ağzına gəlib danışır. Nə istəyir danışır. Cəza yoxdur ona görə. İkinci, bu insanlarda olan bu pis, çirkin, murdar, eybəcər bu mənzərənin səbəbi insanların özlərinin elə fitrətən, mentalitetlərindən gələn, ailələrindən gələn, tərbiyəsizliklərindən gələn pis əxlaqlarıdır, pis tərbiyələridir, pis ədəbləridir, ədəbsizlikləridir. Yəni, insanın özünün həyatı yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem bir məşhur hədisdə deyir ki, İnnə mimmə ədrəkən nəs min kələmin nubuvvətil ulə İzə ləm təstəhi fəsnə məşitə. Deyir ki, əvvəlki peyğəmbərliklərin hamısından qalma belə bir söz var. Yəni, bütün peyğəmbərlər bu sözü deyiblər, mənası budur. Allah Resulü aleyhissalatu vesselam deyir ki, əvvəlki peyğəmbərliklərin hamısından qalma belə bir söz var. Utanmırsansa nə istəyirsən elə. Bu insanların həyasızlığından gəlir. Yəni, hayasız adamdır, tərbiyəsi yoxdur, qanacağı yoxdur, mərifəti yoxdur, evdə də öyrənməyib. Yaşadığı çevrədə də ona bir başa salan olmayıb ki, özünə aid olmayan şeyə başını soxma. Ona görə danışır, tərbiyəsizdir. O elə həyatı da elədir. O sosial şəbəkədən kənar, o insan ki, çıxır orada o Allahın dini barəsində elimsiz şəkildə ağzına gələn danışır. Onu sən təsəvvür et ki, evdə atası ilə də elədir, anası ilə də elədir. Elə hər yerdə elədir o. Tərbiyəsizdir, tək o sahədə tərbiyəsiz deyil. Bir insanın bir yerdə bir tərbiyəsizliyin, əxlaqsızlığını görsənsə, düşün ki, onun dalı da var hələn. Sən elə bir ki, Azberkin bu tərəfini görsən, bir tərbiyəsiz görsən, bir ki, onun böyründə başqa şeylər də var. Pis əxlaqdan gəlir, həyasızlıqdan gəlir. Niyə? Çünki hayasız adamdır insan. 20 yaşı var, 25 yaşı var.
yarım ildir, bir il İslam'a gəlib, soruşdan namazını heç rukununu, vacibini, müstəhəbini bir-birindən ayırt edə bilmir. Quran oxuya bilmir soruşdan. Fatihəsini soruşdan bəlkə 7 ayətə 7 səhv eləyir. Çıxıb orada danışır ki, o küfürdür, bu şişdir. Məhkəmə belə gəldi, savunma belə getdi. Kənardan baxsan, iyrənc görsənir. İkinci səbəb budur. Əxlaqsızlıqları, həyasızlıqları, tərbiyəsizlikləri. Üçüncü səbəb bu insanlarda belə murdar mənzərənin görsənməsi. Şeytan insanlara əməlini belə bəzəyir, belə göstərir. Yəni, öz düşüncəsində, öz aləmində elə bilir ki, yaxşı bir iş görür. Şeytan da ona nə edir onu? Şeytanın belə bir xüsusiyyəti vardır. İnsana pis, çirkin əməlini gözəl göstərir. Yəni, şeytanına tabi olur. Şeytan idarə edir o tip insanları. Dördüncü əsas səbəblərdən birisi cahillikdir. İnsan cahildir. Cahil insan ayırt eləyə bilmir. Cahil pislə yaxşını ayırt eləyə bilmir. Haqla batılı ayırt eləyə bilmir. Alimlə cahili bir-birindən ayırt eləyə bilmir. İmam Zəhəbi deyir ki, Əl-cahil la ya'ləmə rütbətə nəfsihi fəkeyfə ya'rif rütbətə qeyrihi. Cahil o adamdır ki, özünün rütbəsini bilmir, başqasının rütbəsini oradan biləcək. Belə lor dilində desək, bizim Azərbaycan küçə leksik olunda deyir ki, özünü tanımır o adam, başqasını nətər tanıyacaq? Ayırt eləyə bilmir o. Böyük kimdir, kiçik kimdir, alim kimdir, cahil kimdir. Kimlə necə rəftar eləmək lazımdır bilmir. Və dindən necə bilsin ki, necə rəftar eləmək lazımdır? Təbii ki, bilməyəcək. Niyə? Çünki ayırt eləyə bilmir. Və kitab və sünnət Allah və Rəsulü kifayət qədər belə əməllərin haram, pis, iyrənc, çirkin olması ilə bağlı Quran və sünnətdə Allah ayət nazir edib, Rəsulü sünnətdə bəyan edib. Hər bir müsəlman dininə qarşı məsuliyyətli, qeyrətli olan adam bilir bu şeyləri ki, bu doğru deyil. Allah təbaraka və teala deyir ki, Həc surəsində və minən nəsi mən yücadilu filləhi bi qeyri ilm. İnsanlar içərisində elələr vardır ki, Allah barəsində elmsiz mücadilə edir, yəni mübahisə edir. İnsanlar içərisində eləsi vardır. Var da deməli belə insanlar. Allah təbaraka və teala 14 əsr bundan qabaq nazil etdiyi kitabda belə insanları xəbər verib. Allah barəsində yəni elmsiz mübahisə edir. Və yəttəbi'u kullə şeytanın marid. Allah subhanahu wa ta'ala deyir ki, belələri bu kimi insanlar bütün təşəbbürlü şeytanlara tabi olurlar. Demir ki, şeytana tabi olur, deyir ki, və yəttəbi'u. Belə adamlar ittiba edirlər. Kimə? Kullə şeytan, bütün şeytanlara, bir şeytana da yox. Marid, özə kibirli təşəbbürlərinə itaat edirlər. Şeytan bunlarla futbol topu kimi oynayır. Deyir, bunu da deyir, bunu da deyir, sən beləsən, sən eləsən, deyir. Şeytanların köləliyinidir, köləliyi ilə məşğuldur. Və yəttəbi kullə şeytanın mərid. Nə edirlər orada TikTokda? Açırlar bir mövzunu, hansı ki, alimlər çəkindirir cahillər o mövzulardan ki, bu mövzulara girməyin. Bunlar onu açırlar, orada danışırlar. Və danışa da özləri öz danışıqları ilə özlərini ilzam edirlər, özlərini yükləyirlər. Baxırsan ki, 3 gündən sonra çöndü. Bir 5-6 gün danışırlar, 7-ci gün bir dənə isə tapmaca tapırlar, bir dənə də çöndü. Beləcə çevrilə gedirlər. Ömər bin Abdüləzizin belə bir sözü var, deyir ki, mən cəalə dinəhu aradan lil xusumət əksərət tənəqqül. Əgər bir insan dinini mübahisə bir ərazisinə, bir mübahisə mövzusuna, predmetinə çevirərsə, o adama baxsan görəcəksən ki, əksərət tənəqqül, yəni haldan hala nəql ola gedir. Bir gün belə olur, sabah belə olur, sabah belə olur. Niyə? Çünki danışdıqca cahil danışır, hər dəfə yeni bir şey çıxır, məcbur da ona tabi olsun. İmam Əhməd, İbn-i Məcə, Tirmizi, Əbi Umamə radiyallahu anhudan rəvayət etdiyi hədisdə deyir ki, qalə sallallahu aleyhi ve sellem, sahabə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mə dallə qavmin bə'də hudə kənu aleyh illə utul cədəl. Deyir Allah Resulü aleyhissalatu vesselam.
hidayətdən sonra sapılığa düşən bütün qövmlərin hamısı utul cədəl, cədəllə düşürlər. Cədəlləşmək nədir? Biri bir söz deyir, o birisi bir söz deyir. Bir ayət, mən belə başa düşürəm, sən belə başa düşürsən. Utul cədəl. Sümmə tələ həzihil ayət. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəti oxuyur. Zuhruf surəsi 58-ci ayət. Və qalu əəlihətunə xeyrun əmhu. Onlar dedilər ki, bizim ilahlarımız mı xeyirlidir, yoxsa o? Yəni Allah. Mə dərəbuhu ləkə illə cədələn. Onlar bu misalı sənə yalnız cədəl üçün çəkdilər. Bəlhum qovmun xasimun. Əksinə onlar mübahisəçi bir qövmdülər. Yəni insan fitrətində cədəlləşmək, mübahisə etmək. Fitrətində belə bir şey var. Ancaq dinə gələndə bunu istifadə etmə. Dində təhlükəlidir. Niyə? Çünki din Allahındır. Əgər bir cahil bir ayət deyir, başqa bir cahil bir ayət deyir, elmləri yoxdur, bilmirlər təfsir nədir, nəsx, mənsux nədir, onu necə bir araya gətirsinlər. Yanlarında bir alim elm tələbəsi yoxdur, gedib onu soruşsunlar. Elə bir ki, ayətləri belə götürürlər, bir-birlərinə yumurta döyüşdürürlər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əl-mir'əu fil-Qur'an küfür. Quranla cədəlləşmək küfürdür. Nə deməkdir? Bu iki cahil, üç cahil. Biri bir dənə ayət deyir və başqa birisinin nağılına başqa bir məaldan, tərcümədən ayət gəlir. Ayətin zahiri onun dediyinin zahirinə zid gəlir. O deyəndə bu da deyir ki, bəs buna nə deyirsən? Bu ona zid gəlir axı. Deməli, bunlar Allahın ayətinə qarşı, Allahın kəlamına qarşı hörmətsizlik edirlər. Cədəlləşirlər. Nə ilə? Ayətlə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əl-mir'əu fil-Qur'an küfür. Bu, həmən bu adamların halı, durumudur. Və yaxud da, baxırsan, uşaq da elə başa düşür ki, orada ona kimsə nəsə sual versə, hamısına cavab verməlidir. Bildi, bilmədi. Bir dənə sual verirlər, 5 dənə cavab verir. Xəstəlik əlamətidir bu. İbn Məsud, İbn Abbas radiyallahu anhuma, hər ikisinin belə bir sözü var. Deyir ki, mən əftə fi kulli mə yəsəlunəhu fəhuvə məcnun. Əgər bir kəs görsəniz ki, ondan nəyin fətvasını soruşsalar, verir. Nəyin də sualını versələr, cavab verir. Birinci, fəhuvə məcnun. Birinci, o adam məcnundur, dəlidir. Yəni, İslamda deməkdir ki, bir adam hər şeyə cavab verməlidir və yaxud hər şeyin fətvasını verməlidir. Heç alimlər belə, elm tələbələri belə hər suala cavab vermirlər. Hər məsələnin fətvasını vermirlər. Niyə? Çünki Allahdan qorxduqları səbəbi iləndir. Bilmədikləri yerdə deyirlər ki, bilmirik. Ancaq bu uşağa bax, nədən sual versən cavab verəcəklər. Nədir? Ağlıva gələn, gəlməyən. İstəsən Tövratdan soruş, oradan da cavab verəcəklər. Nə desən susmayacaqlar. Niyə? Çünki əqli dəngələri yerində deyil. Yəni, normal ağıl sahibi insan elə bir şey, elə özünü ola salmaz. Şeyxülislam ibn Teymiyyə rahiməhullah deyir ki, mən təkəlləmə fi dini bilə ilmə kənə kəzibən və in kənə la yətəəmmədul kəzbə. Deyir ki, kim din barəsində elmsiz danışırsa, yalancıdır. Kənə kəzibən, yalan danışır. Heç yalan danışmağı qəsd etməsə də belə. İnsanın elmi yoxdur, onda dindən danışır. Yalancıdır, kifayətdir. Və insanın yalancı olması, yalan danışması ümumiyyətcə bu möminə aid olan bir sifət deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem məşhur hədisdir. İmam Məlikin Muvattasında keçir. Peyğəmbər sallallahu aleyhi ve sellemə sual verirlər ki, əyəkunul mümin cəbənən, mümin qorxaq ola bilər? Qalə, nəam, deyir, bəli. Fəqilə ləhə əyəkunul mümin bəxilən, mömin paxıl ola bilər? Fəqalə, nəam, deyir, bəli, ola bilər. Fəqilə ləhə əyəkunul mümin kəzzəbən, mömin kəzzəb, çox yalan danışan ola bilər? Fəqalə lə, dedi ki, yox. İndi din barəsində elmsiz danışan adam kəsin bil ki, kimdir? Kəzzəbdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də mümin sifətini nəf edir elə insanlarla. Mömin paxıl da ola bilər, mömin qorxaq da ola bilər, o da yalancı ola bilməz. Özü nədə? Allah təbarəkə və teala'nın dini barəsində. Bunun 5-ci səbəbi
qınanmamaqdır. Çox insan qınamır. Misal üçün, biri pislik içib, üçüncü deyirə nəyimə lazımdır. Misal, görürsən, elə insan pisliyəsən də gələ. Müsəlmansansa, səndə din təəssüb keçdiyi, din qeyrəti varsa, görürsən, bu din barəsində ağzına gələn danışır, pisləməlisən də. Adam sakitcə keçib gedir. Qınanmamaq yəni. Tutaq ki, başda birinci səbəbdə dedim ki, cəza yoxdur. Bəs qınaq? Qınanmırlar. İnsanlar elə bil ki, belə şey kimi baxırlar onlara. Əgər orada açıb TikTokda 5-10 adam bir yerə yıxsalar, səni müzakirə eləsələr, cavablarını verərsən. Əlindən gələni eləyərsən ki, onları tuturasan ki, niyə mənim haqqında danışırsınız? Və dinin barəsində danışır. Ağzına gələni danışır. İnsanların əksəriyyəti təpki eləmir. Bu da insanların qüsurudur. İnsanların günahıdır. Qınanmadıqda, bir toplumun içərisində bir insan günah işləyirsə, misal üçün, bir müsəlman toplumda ikisi gəlir, sigaret çəkir, misal üçün. Nə bilim, bir pis əməl işləyir. Qınanmır. Nə olacaq ki, 2 nəfər neynəyəcək ki? Olacaqlar 3 nəfər. Biraz da artıracaqlar. Niyə? Qınanmırlar. Müsəlmanlar tərəfindən qınanmırlar. Bu da səbəbdir ki, həmən o murdar, çirkin, eybəcər o mənzərə nə olur? Gündən günə üfüqləri genişlənir. Hamı da qıradan baxır, elə bir kere belə də olmalıdır. Həmən bu pis halın səbəbləri bunlardır. Birinci, cəza yoxdur, ona görə də zikr etdim, bunu izah etdim. İkinci, insanlar həyasız, əxlaqsız, tərbiyəsiz adamlardılar. Üçüncü, şeytanları onları bu hala salır. Şeytana itaat edirlər. Dördüncü, cahilliklə bağlıdır ki, bilmirlər, ümumiyyət cahil elə bilmirlər. Elə bilirlər ki, elə belədir, belə də olmalıdır. Beşinci səbəbdə qınanmırlar. Əgər bu şeylər yerində olsa, onlar olmazlar. Bu 5 dənə səbəb yerində deyil ki, onlar var. Biz Allah Təbaraka və Teala dininə dəvətlə məşğuluq. Allah Subhanahu və Teala'nın dinini, tövhidini, Muhammed sallallahu aleyhi ve sellem sünnətini çalışırıq ki, insanlara çatdıraq. Həmən bu ab-ı hava, bu kimi insanlar mani olurlar buna. Niyə? Çünki bu işin ciddiyyətini itirirlər, zərər verirlər. Ümumiyyətcə elə insanların varlığı dəvətin bərəkətini aparır. Müsəlmanlara vacibdir ki, hər bir yerdə elə insanları pisliyə. Və yaxud da əl eləyirsən, gücün çatırsa bir qulağını çəkəsən, pisliyəsən. Ki, yəni olmaz belə. Sən İslama dəvət eləmək istəyirsən, İslama dəvət eləməkdən ötürü sən gələ birinci İslamı öyrənəsən. Necə? Kitab və sünnət hansı mənhəclə bildirib elə. Öyrən, anlat. Yoxsa sən yarım ildir, 3 aydır, 5 aydır, 1 ildir İslama gəlmirsən, heç bilinmir gəlmirsən, gəlməmirsən. Çıxıb Allahın dinindən danışırsan, ağzına gələn orada, burada. Bu İslam dəvətinin müsəlmanların zərərinə olan bir haldır. Və müsəlmanlara vacibdir ki, nə etsinlər, bunu pisləsinlər. Və belə insanları nə etsinlər? Bacardıqları qədər tənbih etsinlər. Və bunların pisliyini, ayıbını, bunların biabırçı halını görə insanlara bacardığın qədər deyəsən, anladasan. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruka və etûbü ileyk.